İmam Rza Əleyhisselamdan bir hədis var. Həzrət buyurur ki, bir o dindar ki, hər kəs Allahı zikr edib ona qovuşmaq həsrətində deyilsə, özünü ələ salıb. Yəni insanın bu dünyada çox qəribə hədisdir bu. Həqiqətən çox insanı sirkələyən hədisdir. Ki insan sən Allaha qovuşmağın həsrətində olmalısan. Səhər açılandan axşam düşənə qədər. Hər an həsrətində olmalısan ki, mənim bu zikirlərim, mənim bu əməllərim, mənim bu namazlarım, mənim bu Kərbəla ziyarətim məni Allaha qovuşduracaq. Elə eləyəcək ki, çünki biz axı xutbələrdə də demişik ki və bilirik də ki, insanın Allahı tapması qəlbinin, yəni ruhunun paçlanması nəticəsindədir. Ruh paçlanmasa, ruh nurani olmasa, Allahı biz bax belə indiki kimi başa düşməyəcəyik. Biz bilmirsiniz Allahdan çox-çox qəflətdir. Biz Allahı heç vaxt duya bilmirik. Biz Allahı duya bilmirik. Bunu bilməliyik, bunu etiraf etməliyik. Əgər Allahı duysaq namazlarımız gecikməz, namazlarımızda fikrimiz getməz, bizə zikr xutbəsinə ehtiyac olmaz. Məsələn, hər kəs ki mənim xutbəmə qulaq asır, mən özüm də qarışır, bizim deməli Allaha tapmamışıq və bu xutbəyə qulaq asırıq ki, Allahı tapaq. Əgər bir adam Allahı tapmış olsa, mənim xutbəmə qulaq asmayacaq. Deyəcək ki, bu adamın hədəfinə mən artıq çatmışam. Düzdür? Əgər biz doğrudan da Allahı tapmamışıqsa, onda bunun həsrətinlə yaşamırsa insan ki, mən Allahı tapmamışam. Və Allahı tapmaq üçün yollar var. Allahı tapmaq üçün yol var və mən hələ də burada qədəm götürmürəm. Heç ümumiyyətlə həsrətini çəkmirəm. O Həzrət ona görə burada həsrətini çəkmirsənsə, onda bu sənin özünə salmağındır. Bu sənin necə bir qəflətindir, qafilliyindir, bu sənin cahilliyindir. Necə cahilsən? Necə qəribə bir varlıqsan? Ağlın var, imanın var. Sən ateist deyilsən ki, imanın var sənin. Sən Allahı qəbul eləmisən. Və bilirsən də ki, o əməlləri etməklə sən yerlərin, göylərin sahibinə, o əzəmətli varlığa qovuşa bilərsən. Əgər buna qarşı sən etinasızsansa, bunun həsrətini çəkmirsənsə ki, bir gün görüşəcəm, sən cahilsən, sən qafilsən, Həzrət buyurur, sən özünü ələ salmısan. Allah'a zikr edib ona qovuşmaq həsrətində olmayan kəs, ona qovuşmaq həsrətində olmayan kəs özünü ələ salıb.